Bakıda Yapon mədəniyyəti günləri keçirilir. Sentyabrın 19-na dək davam edəcək mədəniyyət günləri çərçivəsində Yapon milli mətbəxi və mədəniyyətindən nümunələr təqdim olunur. Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən mədəniyyət günlərinin açılış mərasimində ölkələrimiz arasındakı iqtisadi, mədəni və humanitar əlaqələrdən danışıldı. Qeyd olundu ki, məsafə baxımından çox uzaq olsa da Azərbaycan və Yapon xalqını birləşdirən ortaq xüsusiyyətlər çoxdur. Əlbəttə, hər bir xalqı digərlərindən fərqləndirən özünə məxsus spesifik xüsusiyyətləri var. Məsələn, Yaponlar adətən dəqiq və zəhmətsevər insanlar kimi tanınırlar. İşə adətən vaxtından tez gələrlər. Azərbaycan xalqına məxsus keyfiyyətlər arasında mən qonaqpərvərliyi, gülərüzlüyü və çalışqanlığı xüsusi qeyd etmək istərdim. Biz bu cəhətdən bir-birimizə bənzəyirik. Tədbir çərçivəsində qonaqlar Yapon milli mətbəxindən ləziz təamların hazırlanma üsulu ilə tanış oldular. Origami kağız qatlama sənəti üzrə ustad dərsləri də təşkil edildi. Həmçinin rəssam Fərid Ələkbərovun neon rəsm əsərlərindən ibarət Yaponiya motivləri adlı sərgisi nümayiş olundu. Xatırladaq ki, Yapon mədəniyyəti günləri sentyabrın 19-na dək davam etdiriləcək. Dürdanə Hacıyeva, Emil Mirzəliyev, Carçı. Sushi sevərlər Yaponların özlərinin hazırladığı sushidən yemək istəyirlərsə, Yapon mədəniyyət günlərinə təşrif buyura bilərlər.